Salam xanımlar. Deməli biz qaldığımız yerdən gəlmişik Mingəçevirə. Çünki həm kargolarımı götürməli idim, məndən başqa da vermirdilər. Paltar zakaz vurmuşdum. Yoldaşımın Qadınlar Günü hədiyyəsi idi. Xanım Fatimi Salamullah Əleyhanın mövludu münasibəti ilə biz möminlər o günü Qadınlar Günü elan eləmişik özümüz üçün. Yoldaşım da o gün üçün mənə hədiyyə pul vermişdi ki, özünə nə istəyirsən al. Mən də paltar və hicab vurdum. Belə onu vermirdilər. Nəysə, dedim elə alması əşyalarım da var idi. Gəldik buradan bazarlıqlar eləməyə. Düzdür, hələ də əksikliklərimiz var. Çünki uşaqlı adamıq. Yəni istədiyimiz kimi bazar gəzə bilmirik. Cibimizə uyğun, ürəyimizə yatan şeylər tapmaq elə də asan deyil. Onun üçün biraz yavaş-yavaş 2 gündür biz dalbadal bazar gəzirik. Gedirik 3 şey alırıq, görürük 2 saat getdi, 3 saat getdi, geri qaydırıq. Keçək indi nə aldıqlarıma baxaq. İlk gün ancaq bunları ala bildik. Bu paltar paraşoku, qab şampunu, qızım üçün pampers. Mənim qızıma pampers hər cür düşür. Onun üçün yəni ən ucuzundan da alıram. Bir dənə çivin öldürən 50 qəpik. Bir dənə həyətə süpürəndə yığmaq üçün xətəngaz deyirlər biz tərəfdə, xəkəndaz. Nədir ondan. Dən belə düşbərə kəsən. Yenə də belə bir vannikin ağzına, qabı olan yerin ağzına qoymaq üçün. Bu burada var idi. Bunu Bakıda oxuyan vaxt alıb gətirmişdim. Bunu aparacağım. Sonra burada belə bir yerləri silmək üçün dəsmal. Bu doğrayıcıdan. Gündəliyə işlətmək üçün qaşığımız idi. Belə bir qaşıq. Xanımlar. Mən uşağım, amma hələ də bunları xatırlayıram. Düzdür, bizim evdə belə olmayıb. Yəni, mənim mamam geyir, müasir adamlardır. Yəni, hər yeni çıxan şeydən alırlar, qabdan filan. Yəni, mənim dövrümə gəlib bundan çatmayıb. Belə nəlbəki. Amma xatırlayıram, nənəmgildə və yaxud da yaz yerlərində filan istifadə edilir. Belə bir qazanaltı və bu stəkan. Daş stəkan deyəsən buna. Bu da dədə-baba stəkandır. Bunun içinin çay başqa bir ləzzətli olur. Sonra burada var bir dənə belə bıçaq. Yəni çox iti bıçaqdır. Dəhşət. Əlimi kəsdi. O gün nətər kəsdi, heç özüm bilmədim. Sonra belə bir təmizlik dəsmalları. Bunlar nədir? Bu qab setkası və çox yaxşı bir şeydir. Həm köpüklənir, həm də setka kimi sürtür. Belə bir dəsmal. Bu pəncərə filan silmək üçündür. Bir də kilo ilə pingvin. Mən pingvin salafanı çox istədirəm. Yəni pingvin salafanı. Bir də belə tripodum yoxdur burada, onun üçün narahatçılıq olur. Belə bir qab yuyub üstünə qoymaq üçün dəsmal. Zəhrə üçün belə qab almışam Bazar Store'dan. Bunun indirimini mən Instagram səhifələrində görmüşdüm. Deyirdim ki, ayda mən gedəcəm indi getdiyim vaxt bundan qalmaz belə. İnan Bazar Store'a bəlkə də sırf onun üçün getdim, girdim də ki, görüm varmı Zəhrə üçün bu qabdan. 2 dənə bu rəngdən var, 2 dənə bu rəngdən. Yəni bir 4 dənə ayrı qab, bir dənə belə altının qabıdır. Bir səngər, bir dənə də qaşıqdır, plasmas, boz rəng. Hamısı bir yerdə 4 manat neçə qəpik başdı. Demək olar ki, 5 manat idi. Zəhrə çox sevdi bu qabı. Ən çox aldıqlarımızdan bunu sevdi. Bir də şarını. Mən şəhərə çıxanda, nəsə özümə almağa belə çıxanda, ancaq gözüm bazarda filan Zəhra üçün, qızım üçün nəsə axtarır. Yəni, ancaq istəyirəm ona nəsə alam. Əlimdə əlac olsa,
Hər şey alaram. Dünyadakı nə var, ən kiçik şeydən ən böyük şeyə kimi hamısını onun üçün alaram. Yəni doymuram da ona nəsə almaqdan. Amma o da bilirsiniz necə, təzə bir şey alanda çox sevinir ilk dəfə görəndə. Üstündən 2 dəqiqə keçir, vəsiyo. Onun da elə bil illərdir ondandır da, yəni elədir. Hə, xanımlar. Belə. Bunlar da bugün aldıqlarımız. Kızımın oyuncaqları üçün daş, qızıma şirin quş, özümün ən sevdiyim şokolad. Bir də belə borc alın xanımlar. Əslində bu boydasını istəmirdim. Bu ikilidir. Bu qədərin bu boydasını istəmirdim. Bunun uzun solları var, düz bucaqlı forması. Ondan istəyirdim. Tapdım da. O boyda bazar gəzdim. Dünən də bugün də tapdım bugün. Amma bir dənə bu boyda uzunluğunu 20 manata verirdi. Bu isə 2 dənəlidir. Biri bax hardasa bir qarış, bir də biraz. Biri də hardasa olar. Demək olar 2 qarış. 2 dənə borcamı bazar stordan aldım. 25 manat verdim. Bir dənə belə mətbəx tərəzisi. Bir dənə belə konserv açacağı və belə sini. Bu sinini mənə qaynanam hədiyyə aldı bunda üstündə. Bugün mənim doğum günümdür. Hə. Onun üçün o hədiyyə aldı onu. Belə qızım üçün bir dənə bugün badalas qalmışıq. Bir də artıq orqanayzerim var. Deyə güzgümün qabağına. Səlgəli duracaq. Belə bir iynə qabı aldım. Hə. Bir də bugün qızıma belə bot aldıq. Əlcək və mələk qanadları, kəpənək. Bundan uşaq vaxtı mənim də var idi. Sağ olsun valideynlərim, yəni uşaq vaxtı məni nədənsə geridə qoymayıblar da, necə deyim. Yəni görəndə deyim, ay da mənim bundan olmayıb, qoy bunu qızıma alım, yox. Daha da deyirəm ki, ayda mənim bundan olubdu, qoy qızımın da olsun. Yəni onun üçün valideynlərimə minnətdaram. Şükürlər olsun ki, elə valideynlərim var. Dedim qızımın da olsun. Düzdür, çox elə taxmır. Bir damcı taxır 5 saniyə. Sonra deyir çıxart. Belə. Bugün nənəsi də Zəhra üçün belə şar alıb. Maşallah, içində bunun xamlar eləsi var ki, içində bir dənə də şar olur. Üstü şar, içində bir dənə də şar. Maşallah, ondan alasıydıq. Sonra artıq gecikirdik deyə bu yadımızdan çıxdı, yəni fikrimizdən. Ona görə ala bilmədik. Sabahda filan getsək, alarıq. Bu qədər şeylər almama baxmayaraq xanımlar, yenə də çox şeyə ehtiyac var. Məsələn, hamam otağı üçün şampun filan qoymağa asılqan lazımdır. Paltar asmaq üçün asılqan lazımdır. Salfetka qabı almalıyam. Əlavə var əslində stəkan nəlbəkim, amma stəkan 12 dənədir, nəlbəkim 6 dənədir. 6 dənə də stəkan almalıyam. Bulud almalıyam yemək servis eləmək üçün. Ona görə də bu dəfə çox yoruldum hər gün bazara getmək. Asılqanı qaynıma deyərəm alar. O dəmir satılan yerlərdə filan, aksesuarlar satılan yerlərdə olar. Qalanlar qalar, gələn səfər, ya gələn ay, ya fevralda belə gələcəkdə yenə də Mingəçevirə. Onda bəlkə də aldıq. Bəlkə də indi aldım, bilmirəm. Bu arada, xanımlar, bugün mənim ad günüm idi. Yoldaşım mənim üçün belə bir üzük alıb. Düzdür, özü burada olmasa da sağ olsun ki, bilir qızıla olan marağımı. Qaynımla tapşırıb, qaynım gelib mənim üçün belə üzük alıb. Bu onun mən aldığı ikinci üzükdür. Düzdür, toyda da üzük tapıblar. Amma o ayrıdır. Yəni sırf onun özünün ayrı hədiyyə aldığı ikinci üzükdür. Birinci üzük isə budur. Dırnağıma fikir verməyin. Qablar yumuşuq. Qani bir dırnağımı dedi. Qanım düşüb qoruyub. Bu da bunu da ad günümdə almışdı.
Tutamadım kameranı. Hə, bu yüzüyü də ad günümdə almışdı. Hə. Alanda yaxşı şeyler alır, yəni bəyəndiyim şeyler alır, keyfiyyətli şeyler alır. Hə, sağ olsun, cibi dolu olsun. Dediyim kimi bu belə. Bunu yoldaşım alıb. Qaynanam sağ olsun. Sinə aldı mənim üçün. Nə bilim, rezbat sacağı. Bazarda indi xırda-xuruş şeylər nəsə çatmayanda ya xırdamamdan da verirdi. Hamısı bir hədiyyə kimidir mənim üçün. Qaynım tortumu alıb. Belə. Ad günümdə belə keçdi. Bütün sevdiklərim yanımda değildi diye biraz durgun uydu mənim üçün. Ama yenə də hər kəsə buradan da təşəkkürlərimi bildirirəm. Bu modeli mən sevirəm. Budur, Tiffany'dir. Sonra bir dənə şey var, üzük modeli, taclıq kimi, tac kimi. Odur. Sevirəm bu üzükləri. Mən qızıla mənim marağım 11-ci sinifdən yaranıb artıq. 11-ci sinifdən, 11-ci sinifdə məktəb bitirəndə əlimə pul olmuşdu. İlk qızıllarımı, ilk deyəni ondan əvvəl anamgil almışdı, sırqaf filan. Üzüyüm, biləyziyim itib, onlar düzdür. Evimizdən itdi durduq yerə. Bilmirəm niyə. Alırdılar. Amma yəni elə gözümdə bir şey deyildi, normal gəldi. Yəni elə belə bir şeymiş. Amma 11-ci sinifdə artıq əlimə yığılan pul düşündüm ki, neyniyim ki, bu pul xərclənməsin. Dedim, mama gedək mənə qızıl alaq. Mama da dedi ki, baş üstə. Getdik qızıllarımı onda aldıq. Ondan sonra artıq hər dəfə qızıllara marağım çoxdur. Belə. Bu da qızılım. Bu da qızılım. Cibləri dolu olsun. Bu ad günümdə qaynanam, qaynım, mən və Zəhra keçirdik ad günümü. Yoldaşım işdədir. Ona görə qaynatam da işdədir. İşdalınca gedib, belə oldu ad günü.